Həmçinin Abu Bakr radiyallahu anhu, Allah Resulü sallallahu aleyhi ve sellemin böyük sahabələrindən, cənnətlə müjdələnmiş 10 sahabənin ilki, 4 raşidi xəlifənin birincisi, imanı bütün ümmətin imanından ağır gələn kəs. Görün, necə Allahın razılığını qazanmaq üçün, İslama xeyir vermək üçün, ümmətə nümunə olmaq üçün necə addım atır. Allah Teala Quran-ı Kərimdə buyurur ki: وَلَا يَأْتَلِ أُولِي الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ أَنْ يُؤْتُوا أُولِي الْقُرْبَ وَالْمَسَاكِينِ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللّٰهِ. Sizdən fəzilət və geniş imkan sahibi olanlar yaxın qohumlara, miskinlərə, mühacirlərə Allah yolunda verməyəcəklərini and içməsin. Və bu ayə həmçinin Abu Bakrın haqqında nazil olub. Abu Bakr radiyallahu anh'un geniş fəzilət sahibi olmasını göstərir. Çünki Allah Teala deyir ki, sizdən fəzilət sahibi olanlar. Bu onu göstərir ki, Abu Bakr radiyallahu anhu Allah yanında, Rasul yanında, dində fəzilətli bir insan idi. Haqqında Allah Teala ayə nazil eləyir. Abu Bakr and içmişdi ki, ona bir də malından sədəqə verməyəcəm. Kimə? Mistah ibn Usəsə. Abu Bakrın qızı Ayşə anamız möminlərin anası haqqında danışanlara qoşulmuşdu. Abu Bakrın qohumu idi. Abu Bakr radiyallahu ona maddiyyat kömək edirdi və o dolanırdı, ruzusu rahat idi. Və o zamanki ifk hadisəsi bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve sellemin həyat yoldaşına dil uzadırlar, zinada ittiham edirlər və o qohum da onlara qoşulur. O fitnəyə düşür. Abu Bakr and içir ki, bir də ona malımdan verməyəcəm. Allah Teala deyir ki, and içməyin. And içməyin. وَلْيَعْفُوا وَلْيَسْفَحُوا. Bağışlayın, keçin. أَلَا تُحِبُّونَ أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللّٰهُ لَكُمْ. Məgər istəmirsinizmi Allah sizi bağışlasın? Görün fürsəti necə əldən vermir. Məgər istəmirsinizmi Allah Teala sizi bağışlasın? Vallahu gafurun rahim. Allah bağışlayan və rəhimlidir. Abu Bakr radiyallahu anhu dərhal sədəqəsini bərpa eləyir. Niyə görə? Ələ tuhibbunə ən yəğfirallahu ləkum. İstəmirsinizmi bağışlamağınız səbəbinə Allah da sizi bağışlasın? Sən istəmirsənmi? Sən qardaşına əff eləsən, onu bağışlasan, haqlı olduğun halda Allah sənə bağışlasın. Hər kəs bunu istəyər. Lakin biraz səbirli olmaq lazımdır. Anında qərar verməmək lazımdır. Tərk eləmək lazımdır bəzən. Bir müddətdən sonra hirsin soyacaq. 2 rükət namaz qılacaqsan, Allah'a zikr eləyəcəksən, Allah'a sığınacaqsan və nəfsindən xilas olandan sonra əff eləyəcəksən, Allah Teala səndən razı qalacaq. Bəlkə elə Allahın səndən qəbul eləyəcəyi əməl ixlaslı şəkildə qardaşı əff eləmək nə olacaq?